Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə əla şəxsi tikili bir, bax belə bir gözəl ev çəkib təqdim edirəm. Evimizin darvazasıdır. Darvazadan girəndə sağ tərəfi hamısı bax belə qızılgül kollarıdır. Hasarıdır. Evin birinci mərtəbəsinə qədər gördüyünüz kimi mozaika daşlardır. Evimiz 7 otaqdan ibarətdir. 3 sota yaxın torpaq üzərində tikilib. Və burada belə bir bulağı var. Evin ümumi sahəsi 260 kvadratdır. Yəni 130 aşağıda, 130 da yuxarıda. Və burada müxtəlif növ ağaclar əkilib. Və bu da ki evimiz. Qalxa evin ikinci mərtəbəsinə ətraf tam yaşayışdır. Belə bir tam yaşayışdır. Yəni ev sahibi nəzərdə tutur ki, bax buranı qaldırıb navis eləsin. Ada çatdırmır. Deyir ki, satıram. Pul lazım. Keçək evimiz içinə. Evimizin dəhlizi. Evimiz hər tərəfdən müşahidə kamerası ilə əhatə olunub. Bax göstərirəm sizə. 7 otaqdan ibarət. Burada evimizin qonaq otağıdır. Evimizin yataq otağı. Evimiz kombi sistemindən qızdırılır. Burada da bir otaq. Ümumi 7 otaqdır. 4 otaq yuxarıda, 3 otaq aşağıda. Evimizin sonuncu yataq otağıdır. Bu da ki mətbəx. İri mətbəx var. Tam qoşadaşdır. Beton kəməri, beton fundament. 10 il bundan qabaq tikilən evdir. Keçək indi hamamla ayaq yolsuna baxaq. Hamamla ayaq yolsu, qaz, su, işıq daimi. Bir daha həyətini göstəreyim. Düşək indi birinci mərtəbəyə. Həqiqətən də çox maraqlı evdir. Bir daha xatırlayıram. Ceyranbatan qəsəbəsində yola çox yaxın. Quru yerdir. Birinci mərtəbədə hazırdır. 70% işləri görülür. Bütün döşəmə hamısı istipoldan ibarətdir. Burada kollektor sistemi. Burada yataq otağı düzəldə bilərsiniz. Evimizin qonaq otağı. Buradaki yataq otağı. Buradaki garajı da çöldən garaj. Kim istəsə garajı da otaq elə bilər. Rahatlaş salır həyətə ya da ki çöldə saxlayar. Burada da mətbəx elə bilərsiniz. Bir də xatırladım. Hamısı istipoldur birinci mərtəbə. Bu da ki hamamla ayaq yolsu. Ceyranbatan qəsəbəsi yola yaxın. 3 sota yaxın torpaq üzərində tikilib. Ümumi sahəsi 260 kvadrat. Tufçalı. Qiymət 115.000 manat.